Azərbaycanda aprelin 4-də intensiv yağış yağacaq, güclü külək əsəcək. Qlobalaz xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhərdən bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində yağışın intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 10 dərəcədən 14 dərəcəyə qədər isti, gündüz 14 dərəcədən 16 dərəcəyə qədər isti olacaq. Azərbaycanın qərb rayonlarından başlayaraq bəzi yerlərdə fasilələrlə havanın yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv, şərq rayonlarında güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 8-dən 12-yə qədər dərəcə isti, gündüz 15-dən 19-a qədər dərəcə isti. Dağlarda gecə 2-dən 6-ya qədər dərəcə şaxta, gündüz 0-dan 2-yə qədər dərəcə şaxta olacaq.